İnternet zayıf. Olsun. Şimdi burada yeni hale geldi metala. Hele biz en kesi ölçülerini. Şimdi burada nerede? Burada 2 tane şüveller, öyle değil mi? 2 tane şüveller hangisini görək burada? Görün budur mu? Bəli, budur. Bakın. Dördü bak buradan burada 2 tane. Buradan indi eyni buru ilə gedək. Buradan neçədir? 16'lıq şüveller tapaq görək. 16'lıq hansıdır? Onu elə deyirəm mən. Yəni əvvəlcə buradan gələk. Bunu yəni yoxlamaq lazımdır uşaqlar belə. Fatıma bağlaya bilərsin. Bunlar bir belə yoxlayaq gəlib görək. Əzbərə mən də bilmirəm hansıdır. Əzbərə mən də bilmirəm. Bu 163'dan mən eləcə 16. Görün 16 eləcə neçəyi qoydu burada. Ghost 82 40 72 82 40 72 tapa bilirsən gör. Təzədən başlayaq yoxsa? Yox, təzə çatlanmasın. Təzə oz dedik ki, onu öyle görün. Ancaq dinləməlisin ya, başqa variant yox. Gələn də sənə flaşkanı versən burada yazar. Mən onu dedim ki, götürün oradan bir kimə yaza bilsən, mənim internet. Flash kartlar. Bəli, onu tapın. 82 40 görən burada var mı? 16 yok. Bir bakmak lazım. Ben 82 önce bakmadım. Bilirəm 40-97 var ama nəsə biri də olmalı doğru. Gəl axtaraq tapaq da. Həm birincidən başlayaq değil mi? Beşi verirlər. Burada bir də 160 var ama ondan tam yeri gedir. Şeydən də dəyişir uşaqlar. Bu hansı ki bu Mənim şi verirlər ama. Ben 82 78 80. neçədir? 82 78 ile 83. Bir dəqiqə, bir dəqiqə. 82 neçə dedin? 82 78. 82 78 görə bilir. Orada 16'lıq tapır. Gəlsən olmalı. Şi verirlər. Leptiyor, Sprite. Ama o üçüncüdür mən dediyim. Bu vaxt problemin altındakı. Görmürəm bax oğlum. Səndə 2016'dır mı? 2016'ya görə dəyişə bilər. Deyəsən mən də. Məndən ən başqa düşündüyüm Videonun sonunda bir şey atmayacağım. Pedikrini yazdım. Bir anlatmışam. Başı yoxdur oğlum. Başı da sizdə yoxdur burada. Gözüm görmür, görsə deyər. Ben digərlərə baxar görək burada var mı? Oğlum tez. Nədir kimiz? Bundan qabaqçılar sən gecikmiş deyəsən. Oğlum gecikmişsin, neyim yəni mən? Mən İşte neyim? ona qədər mənim. Bağla qapıyı. Bağla qapıyı. Gəl. Görün bu ne? Belki buradadır profil. Ya bunu tapmak biraz çətin olur. Bu görə 82, 78, 73'ten değil. Mesela şunu 78 73 lazımdır 82. Yok 16'lık şüveyle aktaracağım onu. 16'lı. Direkt biz axtaraq. Ben tapdım 15'li. 16 es var. 5-ci nə edirdik də mənimiz bu? 16 yer var. Yendirim bu 5-ci, 4-cü hərəsində fərqlidir. Ben onu deyə bilmirəm onu sənə. Burada 5-cidir, orada 4-cüdür. Başa düşdün mü? Ben tekle o birisi varianta geçtim. Ben bu mora geçtim onu. ...16 P ola bilər mənim. Yok 16'ın özü vardı. O buradan aktarıyorum ki.
Məndə 82, 40, 97, o 16 var deyərsən. Tək 16'lıqdır bu orada olur. Nan verdi, İsmail, nan ver oxuyardı. Yok. 10 P var, 16 P var. Ha, tapdım bak, bu da budur. Deməli, belə gedir. Baxsana, Şvedlər, Urkomanın sözlər budur. Belə deyir, buna bir baxmaq lazım. Axtar tapanda 16. Və buna nə yazaq biz? Şuralar unutulur. Orta sütunlar. Öyle buydu seç. Sen onu seçmemişsin. Tapdım ben. Tapılır yani, axtar tap. Bunu da getdik mi? Bunu da yaratdıq. Birdən də gəlin 140'lıq dirək biri yaradaq. Bunu belə kopyalayaq. Bunlar ya siz bilirsiniz. Kopyayı burada edit edeceğim. Buraya yazacağım. Dayak düşsek. Ölçümüze göre getdiyiz artırda olmuyor. Yok. Bunu diyeceğim. Həmişə olur. Bak burada bunu niye yarattım? Bu dayak düşsek, koy bunu belə koy. Bak bu dayak düşsek, bak dayak düşsek. Bak bu direktir, bu dirsektir. Bir dakika uşaqlar. Bir dakika oturalım. Bak buna fermada ne verir? Buna fermanın aşağı kəməri, buna fermanın yuxarı kəməri, buna fermanın dirək, buna fermanın dirsək. Gələcəkdə bunu keçəcək. Bu mil əslində dirək milidir, düzdürmü? Bu mil də dirək mil. Bu mil 0 mildir. Gələcəkdə görəcək. Bu mil işləmlidir. Biz burada bunu sütun kimi nəzərdə tutulmuşuq. Amma bunlara bu ən əsas işləyən mil budur. Bax bu milin en kəsi ölçüsü həmişə bunlardan çox çıxır. Gələcəkdə bunu görəcəyiz. Onun üçün bunu ayrıca, bunun en kəsi ya buna yaxın olur, ya buna yaxın olur. Onun üçün mən kopyaladım, bunu 140'la götürdüm. Yəni bu həmin, yəni dayak dirsək yazdım ona. Dirək yox, dayak dirsək. Adı da bunu yazdım nə? Dayak dirsək. Onda bəli. Onda biz onu yuxarı kəmərdən kopyaladık da. Mən Bəli. yuxarı kəmərin məsələn 150'yi Onda 150'yi kopyaladım. Başa düşdün mü? Bəli, nə yazsın? Yəni ona yaxın bir şey götür, onun özü götür. Aydındır? Bundan getdi. İndi gəlirik hara? Bunları yaratdıq. Yuxarı kəmər, aşağı kəmər bunları da yaratdıq. İndi gəlin bunları bir-birinə eləyək, verək. Bunlar yuxarı kəmər, aşağı, bunları yaratmışıq bunları. Bunlar yaratdıq, bəli. İndi gəlib keçirik nə? İndi gəlin yaradaq bunun nəyini? Hamısı, bəli. İndi keçirik hamısını istəyir. Uşaqlar, istilə keçəndə burada, yəni metalın xarakteristikalarında keçəndə bunların, sən mənə mane olursun oğlum. Ya çıx ya mənə mane olur. Oğlum çıx ya mənə mane olur. Bax buradakı uşaqlara sən mane olursun. Buna sənin haqqın yoxdur. Sən də burada məcbur edib saxlamıram mən. Bunların haqqını yemə. Bəlkə sən avarasın. Amma bunları da eləmə. Onda mane olma dərsən. İndi gəlirik material xarakteristikana. Material xarakteristikana gələndə uşaqlar, bu işin ən gəliz hissələrindən biri də o məşrubat demiş. Yəni bu metalın əsas gəlir. Mən sizə konkret bunun xarakteristikasını belə oldu deyə bilmirəm. Bu konkret metalın sxemindən asılı olan bir məsələdir. Bu sxemdən mən hansı ki sizə bu tapşırığı vermişəm, sizin bu sxemləriniz hamısı mənimki kimi eyni olacaq. Sadəcə ölçülər dəyişəcək. Onun üçün burada nə varsa hamısını onu daxil edin. Başa düşdüm, yəni buna bir baxın, amma bu yenə deyirəm, bu sxem üçün şeydir. Oğlum, dərsdən sonra gəl. Bu sxem üçündür. Bunun eynisini imtihanda da belə qəbul edəcəm. Amma bu digər sxemlərdə fərqlidir. Yəni, hər sxemin özünün hesabı uzunluqları var. Biraz çətin məsələdir. Bu saat 20-30 ildir. Bu metalla işləyənlər var, hələ bunun axıra getmir. Mən də hələ öyrənirəm bunu. Bax, hələ bunun axırı yoxdur. Bunun elə bir incəlikdir ki, bağlantıdan asılıdır, aşağı sərtdir, oynaqdır, rabitə varmı, yoxmu, hansı düyün, hardan bağlanır, o düyün necə bağlanır, hamısı bundan asılı olan məsələdir bunlar. Amma burada siz konkret, mən sizə nə vermişəmsə, onları daxil eləyə bilərsiniz. Aydındır mı? Yəni, bu xarakteristika bir. Onun üçün bu aydın, mən də ardıcılıqla, bax, burada nədirsə, həmən bax, bunu belə ardıcılıqdan gedəcəm. Birinci nə daxil edirsiniz burada? Material daxil edir. Bax, eyni dəmir beton, uşaqlar, bu tək dünyada belə deyil. Bax, sabah etap söylərsəniz, SAP var xarici proqramı, orada da bu metoddur. Birinci enkəsi daxil elədiniz, indi onun material xarakterisini daxil edin, sonra buna tətbiq edəcəyik bunu, sonra yükləri verəcəyik buna, sonra hesabata verəcəyik. Bütün hesablamada ardıcılıq bax bu şəkildə. İndi gəlin materiala. Materiala gələndə biz o birisində nə idi material bizdə? Betonun sinfi idi, düzdürmü? Burada da nə olacaq? Poladın sinfi olacaq.
Gəlir Poladın sinifinə. Poladın sinifinə gələndə burada, baxın. Hansıdır burada? Birinci, gəl orta sütunlar yox, gəl birinci, bax, bir gedək. Kənar sütunlar. Bax, buradan vurdum 2 dəfə, gördünüz mü? Kənar sütundan oraya düşdü. Kənar sütuna gələn, onun üçün gələk siz bunu özünüz orada eləyəsiniz, siz təmbəllik edirsiniz. Gələk sizin tələbəsiniz, sizin flaşkanız olar, sizin yanınızda faillarınız olar, hamısını yazasınız. Bilmirəm, siz necə tələbəsiniz onu mən. Nəysə, öz işinizdə. Bax, görürüz kənar sütunlar. Gəlin, kənar sütunlara material xarakterisi. Burada verilir kənar sütunlar. Bax, orada hansı ki, betonun sinifi var, yadınıza gəlir, yazıda B25 nə yazır? 3,6, 10,6, B30, 3,14. Burada da həmən sinifdə, bax, burada da həmən Poladın, baxın, belə bir sinifləri var. 245 və belə davam edir, gedir. Ən aşağı Poladın sinifi 235-dir. 235-dən aşağı Polad sinifi yoxdur. Gəlin, biz indi belə götürək. Bu sütunları, kənar sütunlarına, bu orta sütunları C, məsələn, 345 götürək. Bunu hansını istəsəniz götürə bilərsiniz. Mən sizə bunu deməyəm. Kənar sütunları biz özümüz Poladın sinifini artıq götürək. Aşağı fermalarla bu tiri biraz ondan fərqli götürək. Deyə bilərsiniz, mən belə gəlin hamısını yüksək götürək. Siz hamısını yüksək götürə bilərsiniz. Amma bunun maliyyət söhbət var. C245 ilə C345-in qiyməti eyni deyil, biləsiniz. Ölçüləri eynidir, amma tərkibi eyni olmaq üçün qiyməti də fərqlidir, biləsiniz. Ona görə yəni buradan. O zaman gəl əsas elementlər, məsələn, yazaq 345. Yəni, bax, buradakini siz hansını götürürsünüz, götürün, bunun fərqi yoxdur. Bunu, məsələn, mən götürürəm, bunu 345, baxın. Bax, okey elədim. Bax, gəldi, düşdü buraya, düzdür 345. Yəni, bir dənə də bunu ilə gedək. Bir dənə də Polad digər götürək, bax. Bir dənə də digər Polad götürək. Məsələn, görün, bu bağlarını noktadan evlənmən olur. Kənar sütunda, yox, burada bir bağlar. Gəlin, bir də bunu götürək. Haradadır burada? Məsələn, orta sütunda, digərlər üçün də gəl götürək. Hamısı, daha bunu mən geçməyəcəm belə. Gəl, bunu bağlayım belə. Amma biz hamısını eləməliyik. Yox, mən də ki, hamısını eləmək. Bax, yazaq ki, buraya yazaq götürün kənar, yazaq digər. Digərin hamısını bir sinif götür. Amma istəsən hamısını ayrı edə bilərsən, istəsən üçünü, amma bu sənin üçün. Gəlin, məsələn, buna da yazaq digər. Bu səndən asıdır. Məsələn, digərlərdə gəl götürək nə? Götürək. Yox. Qəbul edəmir. Qoy görüm bunu, onda bu birisi variantla qəbul edəmir. Gəl bunu belə məsələn. Orta sütunda, sütunlar. Bunu da 250, orta sütunlarla digərlərini belə, ta o birlərin hamısı çox uzaq, istəsən uzaq, bax bu orta sütunlar var, 255. 255-i hamısına tətbiq edəcəm. Bax, 255 budur, 345 də budur, aydındır mı? Kənar sütunları sevirik, sonra orta sütunları. Bəli, orta sütunlarda, amma orta sütunlarca Poladın sinifini kəmərlərə də, tizlərə də şamil edəcəm. İkinci, indi gəlirik bura. Kənar sütunlar. Gəldik bura. Bax, ən əsas məsələ işin incə tərəfi budur uşaqlar. Bu elə, bu çox, o məştubat demiş, bu hissələr çox qəliz məsələdir. Bunu başa düşmək də çətindir. Bir 10 ildən sonra, 20 ildən sonra yenə bunu araşdıracaqsınız. Burada nədən gedir? Burada indi siz hələ getmişsiniz. Bunu gələn il keçəcəksiniz siz. Təzim gələnində. Metalda hesabi uzunluq deyilən bir söz var. Bundan çox şey yaxşıdır. Metal elə bir bütün canlı orqan, hesab uzunluq. Bu cədvəllər, o həmən o hesab uzunluqlara uyğun təyin olunur. Hesab uzunluqda nə demək? Nə demək? Mənası nə demək? Mən məsələn, baxın, belə bir bunu göstərirəm sizə. Bax, məsələn, belə bir düyün göstərəcəm sizə. Bax, belə bir düyün göstərəcəm. Hə, burada verməmişəm də. Qoy bunu, yaxşı, gəlin bir hesabı uzunluq qalsın, hələ en kəsiyi verməmişik. En kəsiyi verəndən sonra sizə başa salacağım. Qoy burada qalsın, hələ en kəsiylər verin. Onda sizə onu başa salacağım ki, o nə demək. Onda bu cədvəli mən də açacağım. O cədvəl orada açacaq ki, orada nə deməkdir? Qalsın o. Hələ də verməm. Ya da belə deyə bilərik. Gəlin belə edək. Onu vermək üçün gəlin. Bir addımı şeylə mən dəyişdirirəm bir balacana. Olsun. Yəni bu
tapşırıqdan da gəlin belə edək, başınız qalır. Gəlin əvvəlcə bunların sərtliklərini verək. Yəni sərtliklərini vermək üçün nə edəcəksiniz? Biz birinci buydu elə deyil mi? Baxın. Birinci nədir bizdə? Kənar sütunlardır, düzdürmü? Nə edirik? Nə edək? Verək. Düzdür? Mən sərtliklər verirəm, seçirəm, verirəm. İkinci nə idi? Orta sütuna. Bunları da siz bilirsiniz, daha o üçün mən tez edirəm. Bunu seçirdik, nə edirdik? Belə və təsdiqlər edirdim, düzdürmü? Üçüncü nə idi? Onun üçün bu adları yazıram ki, sonradan Hasan da olsun mənə. Yuxarı kəmər, 2 dəfə vuranda buraya düşür. Yuxarı kəməri necə edirdim, baxın. Burada elə deyil mi? Düzdür? Baxın. Yuxarı kəmər. Bunlar da siz bilin. Nə edirəm bunu? Və təsdiqlər edirəm, düzdür? Sonra nə idi? Aşağı kəmər elə deyil mi? Bunu belə seçirəm, düzdür? Bunu edirəm. Sonra nə idi? Dirək milləri, düzdürmü? Dirək milləri hansı idi? Budur, 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 düzdürmü? Və bu getdi. Nə dedi buna? Niyə belə dedik? Dirək millərdən qoy bunun bir içinə baxın, görün bunun içindən nə var ki, bunu belə dedi. Dirək millərində. Var. Olsun, görək baxar. Dirək də getdi, indi. Benim kənarda olanları seçərsiniz, ona görə. Yox, dirək yox. Dirək milləri amma dirsəkləri də seçməliyəm, değil mi? Ver, yox. Eyni zamanda bunlar dirək dirsək qeyd edir bizdə. Bir dənə ki, bax, bunu, bax, bunların hamısı şey olur. Bunun hamısını seçək belə eləyək də. Qıraqda aşağı qaldı. Onu dedim, qıraqdakının başqa enkəsi olacaq. Aydın. Dedim, dayaq dirsəyi ya yuxarıdakını, ya aşağıdakını onun üçün ayrıca eləmişəm. Bunu təsdiqlədirəm belə, sonra orta sütunları eləyirəm. Otur, mən dayaq dirsəyi seçdim. Yox, orta sütunları seçirəm. Dayaq dirsəyi aktivirəm. Sütunlar eləmiş bir deyirəm. İndi də bax bunu seçirəm, bax. Olsun yani, yerini də olmayacaq biri. Bax, indi bunu eləyəndə bax. İndi bunu düz eləyib eləmədiyimizi bu dəqiqəni görəcəyik. Düz eləməmiş. Bax, haradasa nəysə qəbul eləmiş. Mən siz orta sütunları seçmək yerinə dayaq dirsəyi seçdiniz ona görə. Eləmi? Gəl baxaq da. Bax, bunu yoxlamaq ola bilər. Yoxlayıram, bax. Belə, görüm nə qalacaq da. Bir-bir yoxlayacaq tələsmək budur. Orta sütunlar, orta sütunları eləməmişəm. Bax. Orta sütunları bayaq eləmişəm. Bayaq təsdiqlərindən də sonra. Yardımdan çıx, ola bilər. Orta sütunları indi eləyim, indi Seçeyim. İndi elədim. İndi 6-cı orta sütunlar seçirsiniz. Nətən? Altı. Altıda nədir? Yox, bir orta sütun var, bir orta. Mən bunu 2 dəfə yaratmışam, bilmədim. Bilmədim, əvvəlcə olub, boşuna yaratmışam bunu. Bəli, tamamilə düzdür. Silin də bunu, problem yoxdur. Artıq qalsana problem. Düz deyirsin, mən bir dəfə orta sütundan yaratmışam, indi bir də yaratmışam. Silin də bunu, elə bir problem yoxdur yəni. İndi görə əsas hamısı varmı? Mənim əsas var. Bax, bu getdi. Bu getdi. Belə yoxlayıram. Bu getdi. Sonra bu getdi. Yoxlama budur. Görəcəm ki, düz eləm. Çünki orada niyə çıxmaz? Bu da getdi. İndi düz. Yox, şey verməm. Şey yaratmamışam. Mən tiri yaratmamışam. O qalır. Tir yaddan çıxıb buradan. Aydın. Başa düşdün mü? Tir burada yaddan çıxıb onun için yəni. Yəni tir bizdə neçə idi? Orta sütundan 16 idi, amma tiri neçə vermişdik? Görün bizdə burada tiri neçə vermişdik? Tiri qoymamışıq da. Bu nədir? Bu 36 bir kənar sütundur. Bir kənar sütundur. Tir yaddan çıxır uşaqlar, gördüm. Tir yaddan çıxır. Tiri neçə? Tirin enkəsi. Orta sütunlar şiverlerdi. Bu nedir? Kenarda orada 36'lık Polat tir. O O yadımızdan çıxdı. O da 8 dənəymiş. Baxın,
Burada görürsünüz 1, 2, 3, 4, 5, 6 aydındır bir değil. Bak bundan yoxlayanda görürük çünkü burada neyse vermedi. Çıxıram burada. Demek onu vereceğim. Bak görürsünüz burada 1, 2, 3, 4, 5, 7 oldu. Düzdür. Mesela bunun artıcılığını eğer düzeltmek istəyirsinizsə, böyle problemli bir şeydir ama istəyirsən ki artıcılığı olsun, şey olsun, onu bak burada bu olmalıdır. Görün, bak buna vuranda avtomatik düzəlir. Dikkat edin 1, 2, 3, 4. Əlavə eləyək, nədir? Bir addan çıxıb ola bilər. Gəlin buraya qoyaq, nə qoyaq biz? 16'lı, 36'lıq idi, elə deyil mi? 36'lıq kitabını tapaq da, mən də deyim, tapaq burada. Bu deyil. Yenə həmən o qaydı ilə bunu tapmaq. Hə, buradadır. 36 deyildim. Bax, 36 idi. Düzdür, nə yazaq buna? Polat deyil, düzdür? Yəni, bir şey yaddan çıxanda da sonra düzəltmək olur, yəni əlavə eləmək olur daha da. Nəsə soruşursa soruşun uşaqlar. Sualınız olanda soruşun. Amma Polat dili də indi elədim buraya. Təzədən nə edəcəm bunu? Seçəcəyik. Bəli, bunu seçəcəm düzdür. Və bunu da edəcəm. Oldu? Gəl indi bax. Bax, nə qaldı mən? İndi düzəlməli. Bax, gördün, indi düzəldi. Bax. En kəslər belə. Diqqət edin, mən elə bildim keçədən vermişəm sizə. Yuxarı kəmərə yaxındır da. Bəli, bəli. Bax, görürsünüz, bax, bu şəkildə bu olur. Bax, bu, bax, görün. Konstitusiya bu şəkil. Bax, bu fermə həmən o bizim bildiyimiz həmən fermə. İndi nədən gelir burada şey? Bu hesabı uzunluq demənin kavramı nə deməkdir? Bax, bu ən çətin məsələ budur. Baxın uşaqlar. Bu sütundur, düzdür, buradan buraya gedir. Əsasən buradan sayıram da, buradan yuxarısı ferma. Bu sütun, əgər buradan buraya olanda, bax, bu yoxdursa, yəni buna hər hansı birləşmə yoxdur, bunun hesabı uzunluğu fərqlidir. Əgər bu birləşibsə, bunun hesabı uzunluğu fərqlidir. Çünki bu buna birləşibsə, artıq bunun uzunluğu bir bu sayılır, düzdür mü? Amma bu olmursa, bunun uzunluğu bu sayılır. Başa düşdünmü? Amma bunun da özünün iki cürə çalışması var. Buna birinə deyirlər öz müstəvisi, birinə deyirlər müstəvdən kənar. Bax, bu sütunun öz müstəvisi hansıdır? Budur. Bax, öz müstəvisi. Müstəvdən kənar hansıdır? O birisi tərəf. Demək ki, bunun öz müstəvisində bunun hesabı uzunluqları budur, bir də budur. Yaxşı, müstəvdən kənar nədir bunun hesabı uzunluğu? Yox, o tərəfdən bağlantı yoxdur. O tərəfdən bağlantı, ya bunun hesabı uzunluğu bax budur. İşin incəliyi buradadır. Bunu gərək çox dəqiq nəzərə alır. Bu niyə önəmlidir? Proqram bir var ki, bu sütunu 3 metrə uzunluq üçün hesablasın. Deyəcək keçir. Bir var 6 metrə üçün hesablasın. Çünki bunu öz müstəvisində uzunluqları budur. Gələni keçəcəksiniz. Amma keçəcəniz belə bunu. Amma öz müstəvisindən kənar, bunun uzunluğu nədir? Özüdür, ümumidir. Şəkildir mi? Onu da belə eləyirlər. Əgər öz müstəvisində eləyəndə orada misalda görə, bunu bir yazırlar. Bir o deməkdir ki, bir öz müstəvisində. Bunun öz uzunluğunu hesablayacaq. O birisi istiqamətdə bir olanda artıq buradan buraya götürəcək. Eyni hadisə fermiyə də aiddir. Onun üçün də mən bunu sizə konkret bu 1-dir, 2-dir, 0.5-dir demək mümkün deyil. Bu konkret hər bir sxem üçün özü üçün fərqlidir. İndi gəlin eynisini bu ferma baxın. Fermanın da belə deyirlər elmicədə. Bir var deyirlər ki, fermanın hesabı uzunluğu öz istiqamətində, bax, öz müstəvisində. Öz müstəvisindədir bunu, bax, budur, bax. Bir də nə var? Müstəvidən kənar. Yəni, ferma öz müstəvisində belə işləyir, şagili. Amma müstəvidən kənar olanda bu fermanın biri o tərəfə qaçmaq istəyir. İndi sizə sual verirəm. Bu fermanın öz müstəvisində hesabı uzunluqları neçədir bunlar? Hamısı birdir, bax. Çünki niyə birdir? Hamısı bağlıdır, bax. Düzdür? Amma müstəvidən kənar neçədir? Müstəvidən kənar 1, 2, 3, 4, 5, 6, 7-dir. Yəni 7-dir. Çünki və ya bunun öz uzunluğudur, fərqi yoxdur. 6 olur. 1, 2, 3, 4, 6. 6, bəli. Müstəvidən kənar 6-dır. Yəni bunu biləsiniz. Yəni, bu biraz çox dərin mövzudur bu, amma ən azından biləsiniz. Gələcəkdə sizə hesabı uzunluq nədir deyəndə bir biləsiniz. Deyəcək, mən bir dəfə demişim. Amma sabah sən bu düyünü bağlasan, bax, diqqətlə dinlə, bu düyün bağlıdır deyək ki. Bunun öz müstəvisində həmişə birdir. Çünki niyə hamısı bağlıdır? Müstəvidən kənar bunun hesabı uzunluğu neçədir? 2. Bax, çünki bağlayıbsın. Bu düyün bağlanır. Amma bunun hər düyün bağlansaydı bunun hesabı uzunluğu nə idi? Hamısında 1 idi.
Amma bağlansaydı. Şəkildir. Şimdi, buna deyirlər hesabımızda dərin mövzudur biraz. Bu çətindir. Yəni bunu gərək hələ biz də hələ öyrənirik. Çünki bunun başqa bir məsələsi var. Bu hesab uzunluq bu düyündən də asılıdır. Bu düyünü sərt bağlayanda bunun başqadır mənası. Hesab uzunluq fərqlidir. Oynaq bağlayanda fərqlidir. Eyni bu düyünü buna da bağlayanda, sərt bağlayanda o da fərqlidir. Oynaq bağlayanda o da fərqlidir. Yəni onlar, amma mən sizə verdiyim hansı ki bu tapşırıqda nə var, onun eynisini daxil edərsiniz. Yaxşı mı? Bu sxem üçün. İndi bunu düzəltdik. İndi gələk, indi biz həmən onu düzəldək. Bayaq, arada bir saxlayaq. İndi harada qalmışdıq burada? Hansı ki stildə qalmışdıq, düzdürmü? Materialda ya. Kənar üstündən, orta üstündən. Düzdür? İndi bax, burada qalmışdıq. İndi mən gəlirəm buna materiala. Buna. İndi bax, gəldim buraya. İndi həmən sütun, bax, bu saat Polad sütunu götürür. Polad sütunu gəl burada eləyək, əvvəlcə baxın. Bax, kənar sütunlar bu deyildi mi bizdə? Buraya eləyəm, kənar sütun buraya düşsün də, kənar sütunu burada. İndi kənar sütunu stilə gəlirəm. Kənar sütunda bax, burada avtomatik buraya çıxdı kənar sütun, düzdür mü? Kənar sütunda bax, burada hamısı bax, burada nədirsə onu daxil edirsiniz uşaqlar. Polad kənar sütunları. Nədir? Burada qaziyyət Y1 nədir? Bir. Burada elziyyət olur, o siz çaşdırmaz. Hali ancaq bax, 1 və 0.85. Bax, konkret bu əmsalları oraya daxil edirsiniz. Oldu? Bax, sütunlar, kənar sütunlar. Nə edirik buraya? Həmən orada. Baxın, bunu burada elziyyətdir, orada qaziyyətdir. Bu siz çaşdırmasın, bu versiyaya görə. Buraya nə yazırıq? 1. Buraya nə yazırıq? 1. Deyəsən 5.085. Buraya 0.85 yazırsınız. Və bax, bunu qoymaq yadınızdan çıxmasın. Bu çox önemli. Bunu əmsak, onu bir kimi. Və bunu eləyirəm, bax, bu 0.85 silinir, burada fikir verirəm ki, bunu sonra birdən bir edir. Və bunu bax, kənar sütuna. Demək, kənar sütuna mənim hesab uzunluğum nədir? 1-1, bax, bu şəkildə olacaq. Və okey edirəm, baxın, düşdü buraya. Aha. 10 inik şu an. Bu ki, 10 inik şu an. Həmin elədiyi. İndi bu həmən o xarakteristika verir deyib betonda. Bu onun material xarakteristikada daxil edirik burada. Yanına gəlirmi şeydə, dəmir betonda nə edirik? Betonu girəydik, sonra armaturu girəydik. Bax, bu da eyni onun kimi poladda belədir. Metalda belədir, xarakteristik. Yanına ki, A500 girəydik, bax, bu da odur. Amma poladınki fərqlidir, yəni Poladda ən çəti hesab uzunluqda da onu nəticə elə də daxil edeyim də mən onu, çünki onu biraz uzun. İndi gəlirəm də orta sütunlar. Orta sütunlarda gəlin eyni onu kimi götürək, onu dəyişdirmək. Nədir? Yuxarı kəmər, düzdürmü? Baxın, baxın, yuxarı kəmər. Gəldim hara buraya, düzdür? Bax, evet. Bura nədir? Yuxarı kəmər. Gəlirəm, bax, burada yuxarı kəmərə, bax. Tirdir, yerini dəyişdirdim mən, əvvəlcə tirinci sonra yuxarı kəmərə, bax, burada var, sizə göndərdiyimdə burada var. Bax. Gördüm yuxarı kəmər, düzdürmü? Baxın, burada yazılır, yuxarı kəmər. Yuxarı kəmərdə nə yazıb? Buraya baxın, 1-1, düzdür? Baxın. Mən də demək, buraya nə yazacağım? 1. Buraya, bax, buna çox diqqət edin. Buraya da 1. Və bunu da, bax, bunu eləmək lazımdır. Nə elədim? Elədim. 1 dəqiqə. Hə, 0 qaldı. 1-dir, bəli, düzdür. Bunu bir də edeyim. Ona yerə 0 qalır. Yaxşı, gəl belə eləyim, görüb qaldı. Bunu yoxlayaq da, bunu yoxlamaq lazım çox. Hə, qaldı. Bunu yoxlayıram çox. 0 olanda biri 0 götürür. Nə eləsən keçəcək, hə? Yəni, bu önəmlidir. Oldu, yuxarı kəmər. Aşağı kəmər, kənar sütunlar, yuxarı kəmər. İndi gəlin nə eləyək? Aşağı kəmər, eyni donma. Bəli, indi gəlin eləyək aşağı kəmər. Həmişə bunu da buraya düşsün, aydındır mı? İndi gəlin aşağı kəmərdə nə olacaq? Gəlin bax, buraya baxın, yuxarı kəmər. Eyni bax, bunu nədirsə bunu tərkib edin uşaq. Aşağı kəmərdə nədir, baxın? 0.33, 0.33, düzdürmü? Bax, gəlirəm buraya, həmən. Yuxarı kəmər. Əd. Aşağı kəmər, buraya nə edirəm? 0.33.
Bura ne edirəm? 0,33. Bu da ne olur? Oldu bakalım. Bunun eynisi, yani size yine 0 oldu. Yani dikkat edemeyiz. Təzələrdə bəlkə də eləmir, mən okey elədim. Gəl bir dənə yoxlayaq da. Həmişə yoxlayın da, mən bir şey deyim. Mən yoxladım da burada. Aydındır. Yəni burada nəcə bu nedir? Aşağı kəmər getdi. Sonra direkt dirsəklər də məncə hamısı bir olmalıdır. Düzdür, bəli. Qadir, bu nədir? İndi gəlin direkt dirsəklərin birini götürək. Bax, burada hansıdırsa bunu. Benim orada orta sütunları neye göre götürmedi? Dedim o birisindən neyini götürürüm. Sən bunu hamısını ailə də bilərsən. Dedim kənar sütundan orta sütunu bir hesabımızı götüreceğim. Ailə də bilərsən. Ben indi orada görəcəksən, seçəndə orta sütunlar olanı yani kənar sütunlar, bunu demək istəyirsən, düzdür mü? Hər halda ki, məsələn, kənar, yəni ailə də bilərsən, bir-bir də eləyə bilərsən, 7'sini də bir-bir eləyə bilərsən, heç bir fərqi yoxdur. Sadəcə uzamasın deyə bunu şeylədim ben, onun heç bir problemi yox. Kənarla orta sütunlar üçün. Sütunlar bir götürəcəm. Kənarla ortada sadəcə material xarakteristikasında dəyişəcəm. Kənar sütun çünki S250, 375 idi, o 255 deyəcəm bir dənə. Bir dənə gəl buna götürək nəyi? Bir dənə gəlib direkt dirsəkləri götürək, direkt millər. Fərq yox, məsələn bunu götürəcəm. Bunlarda da hamısında direkt milləri, bax direkt millər nə olur? Hamısında bunlar bir olacaq. Bir, bu da bir, düzdür və bir də bu. Oldu? Yəni olmadı. Bir, eyni oldu. Çünki direkt dirsək eyni olduysa hamısı bir götürür. Gəl baxaq görək nədir? Bəli, bir qaldı. Oldu. İndi bu xarakteristikaları verirəm, baxın. İndi təzdən dönürəm geri, baxın, diqqətlə dinləyin. Birinci məndə nədir? Kənar sütunlardır, düzdürmü? Verdim. Kənar sütunları seçdim mi? Belə. Bax, kənar sütunları seçdim, düzdürmü? Bax. Seçmişəm. Hara gəlməliyəm buraya, elə deyil mi? Kənar sütun bunu qoymalıyam, bax, buraya fikir verin, buraya düşür. Sonra buna gələndə nədir? Kənar sütunlar, düzdürmü? Bax. Ben ne edirəm, bax, təsdiqlətdim. İndi orta sütunları da el eləyəcəm. Gəlirəm buraya yenə, baxın. Orta sütunlar. Beynimdə saxlayıram da bunu ki, mən hansını gətirdim. Sonra gəlirəm buraya. Orta sütun dedik ki, bunun materialını dedik, elə ortaya birini götürür. Kənarla neyi götürəcəm bunu da. Amma orta sütunların poladını ayırdım. Məsələn, sütun mu? Bunu dəyişə də bilərdi. İndi burada belə ki. Burada nədir? Burada yenə kənar sütunlar kimi eyni qalacaq burada, düzdür. Ben ne edirəm indi burada? Orta sütunu seçirəm. Belə deyil mi? Baxın. Ben ne edirəm? Və təsdiqləndim. Orta sütuna getdi mi? Gəlirəm geri. İndi nədir burada? Yuxarı kəmər elə deyil mi? Bax, yuxarı kəmər vurdum, yuxarı yenə qaldı burada. Gəlirəm burada. Yuxarı kəmər hansıydı? Buydu, elə deyil mi? Bir də materialı. Bəli, bir də materialda dedik orta sütunların hamısı görür. Onda kənar sütunlara nəzərən o digər sütunların materialı az olsun da. Yox, bir götürüm. Sinif az olsun. Kənar sütunda görə el elədim. Orta sütununkinin adı sadəcə yox dəyişikdir. Bax buna. Bax burada bu o birsə nəzərən şeydə sinifi balacadır da. Bəli, sinifi balacadır. Hamısı. Fermalarınkini aşağı götürdüm. Baş. Burada bunu istəsən dəyişim orta sütunu. Kəmər də eləyə bilərsən. Yəni, ad şərtidir burada. Poladın siniflərsində baxırsın. İndi mən nəyi götürməliyəm burada? Orta sütunlar yox. Bu orta sütunlar... Orta digərləri də onlar. Bir də aşağı paralel. Bəli, burada nəyi yuxarı kəmər idi, elə deyil mi? Bəli. Düzdür, yuxarı mən yuxarı kəmər elə bilərəm. Yuxarı yazılır. Bəli, mən yuxarı. Mən yuxarı kəmər hansıdır, orada məndə bu elə deyil mi? Bax, seçməliyəm bunu, baxın. Baxın, seçməliyəm bunu. Seçməliyəm. Düzdür? Və nə eləməliyəm? Yuxarı kəmər baxın, belə təsdiqləməliyəm. İndi hara gəlməliyəm? Bunu yenə aşağı kəmər edirəm. Həmən tərsindən gedirəm, fərqi yox. Burada qalır bunun eynisi. Çünki dedi ki, polad eynidir, düzdürmü? Və bir də burada nə gəldi? Aşağı kəmər, elə deyil. Baxın, aşağı kəmər hansıydı? Buydu, baxın. Və bunu təsdiqləndim. İndi hansıdır? Direkt dirsəklər düzdür. Hara gəlirəm indi? Direkt dirsəklər fərqi yoxdur. Bunun birini geçsin öyle, onun fərqi yoxdur. Direkt dirsəklər. Hara gəl bura. Bu həmən oldu. Burada neydi? Direkt birlər. Düzdür hamısı. Və bunu belə təsdiqləndim.
bütün xarakteristikaları daxil elədim və burada bunu bir dəfə saxlamaq eləyirəm. Yenə də üstədə də bir dəfə baxıram, hər şeyi qaydasında. Oldu? İndi bundan sonra nəyə keçməliydik biz? Yadınıza salın görün. Onlar Yox. ya DSF verməli, ya yük verməli. Yəni yük verməli. Bax uşaqlar, bu bütün hesablamalarda belədir. İstəyirsiniz etap seriyin, istəyirsiniz sabit kimdir. Birinci en kəsrlər yaradılır. Bax, birinci açılır. Ad yazılır. Ondan sonra en kəsr ölçüləri yaradılır. Ondan sonra tətbiq olunur. Ondan sonra yük olunur. Yükdən sonra kombinasiya, indi burada zəlzələ yükü də verəcəksiniz. Kombinasiya yaradılır və ondan sonra hesabləmə verilir. Bax, bütün ardıcıllıq, bütün hesablama proqramında bu şəkildə. İndi bəli, yoldaşım dediyi kimi biz nə eləməliyik? Yükləməyə keçirik. Çünki konstitusiya yükləməzsə, öz yükü var, külə yükü təsir edir, nə bilim, başqa yüklər təsir. O yüklər buradan nəzərə almasan, sabah çox ciddi səhvə yol vermiş olarsın. Və sərtliklərlə bax, biz burada qurtardıq. Bundan biz burada qurtardıq. İndi gəlir ki, yükləmədə yerə, bizdə hansı yükləmə var idi? Birinci daimi yükləmə. Düzdür mü? İkinci, indi burada görəcəksiniz, burada bir avadanlıq yükü verəcək onun üstünə, haradan indi görəcəksiniz. Üçüncü, ondan sonra külək yükü verəcək. Dördüncü, zəlzələ yükü verəcək və ondan sonra bunu başlayıb analizə keçəcək. Bu da arma kullanma olacaq. Yox, burada polad. Poladın da başqa şey. Bəs millərin bir-birinə bağlanması olacaq. Yox, burada bunların heç biri yoxdur, təəssüflər olsun. Bunların alicə hesabat edəcək, o düyünlərin birləşmə yerinin hesabatı yoxdur. Burada bu var, bunu deyim sizə. Məsələn, keçən bayan uşaqlara başa saldım. Məsələn, deyə bilərsiniz ki, məsələn, bu, məsələn, bax, bu iki bucaqlıqdır, düzdürmü? Bax, buraya baxın, iki bucaqlıqdır, belə durur, düzdür. Aşağıda da belə durur, belə deyil mi? Baxın. Əslində, bu aşağıdakı bucaqlı düz deyil, baxın uşaqlar. Bir şey diqqətimi çəkdi. Baxın, nə diqqət? Bu əslində tərsinə olmalıdır, baxın. Modeldən bunu görə bilir. Çətin deyil, bunu baxın. Görürsən mi? Belə, bu düzdür, üstəki düzdür. Aşağıdakı belə olmalı. Bəli, aşağıdakı belə olmadı. Həm estetik olaraq, bu elə bir çətin bir şeydir. Baxın, gör nə edəcək. Baxanda, modelə baxanda gör, baxın indi. Görün nə edəcək. Mənə yaxşı gördür, baxın. Aşağı kəmər bu deyildi mi, bax. Seçdim, düzdür mü? Baxın. Edit elədim, düzdür mü? Bax, diqqət elə. Bunu da belə edirəm, bax. Bax, buradan elədim, bax, gördüm, dəyişdirdim burada. Okey elədim bunu və burada da bunu belə elədim. Baxın, indi gəl-tərsən seçək belə baxın. Gördünüz, indi ya bu düzəldi. Yəni onu oradan düzəldi, baxın, düzəldi, baxın, görsün. İndi burada nədir məsələ? Siz bu iki bucaqlığı belə bir-birinə qoyursunuz, düzdürmü? İki bucaqlıqdır. Gələni keçəcəksiniz. Bu iki bucaqlıq bir-birinə necə əlaqələndirilir, necə birləşdirilir? Bu iki bucaqlıq bir-birinə birbaşa qaynaq olur. Arasında məsafə olmalı. Arasında məsafə var. Bu ikisinin arasına, bax burada da görsənir, bu ikisinin arasına belə bir vərəq qoyulur. Bəli. Vərəq qoyulur. Bu 50 santimetrdən, 1 metrdən, əsasən 50-60 santimetrdən vərəqlər qoyulur. Və bu bucaqlıqlar buradan vərəqlərə qaynaq olunur. Vərəqlə qoyması onlara şey olacaq. Birbaşa birini bir-birinə qaynaq eləmək olmaz. Bu birinci məsələ. İkinci məsələ. İndi bunu yadınızda saxlayın. Yəni, bunlar gələcəkdə sizə lazımdır. Bir şey də göstərəcəm burada sizə. Bunu eləcə bilgi ötürək. Gələcəkdə bilgi üçün özünüzə baxın. Həmişə yadınızda saxlayın. Bu tir gəlib buna birləşib, düzdürmü? Bunu belə buna birləşdirəndə, əgər bunu buna qaynaq edirsinizsə, qaynaq olub birləşdirməsində, bu qaynağı bu milə, bu sütuna heç bir zaman perpendikular istiqamətdə eləmək olmaz. Həmişə qaynaq bu əsas elementə paralel şəkildə olmalı. Deyə bilərsiniz, mənim bunu niyə belə eləmək? Bunu belə qaynaq eləyəndə uşaqlar, bunu isitirsiniz, isinir çünki. Bu zəifliyir bu element.
İçində olmalı. Onun üçün bunu həmişə buna paralel eləməz. Və ya deyə bilərsiniz ki, müəllim, və biz burada bunu deyək ki, bəlkə bunun 4 tərəfindən də qaynaq eləmək lazımdır. Düzdürmü onu? Onda nə edirlər? Onda əvvəlcə buna bir vərəq qoyurlar, bir risk qoyurlar. O vərəq paralel qaynaqlanır bir elementə. Hansı ki, ondan sonra bu həmən vərəqə hər tərəfdən qaynaqlanır. Yəni, bunu həmişə yadınızda saxlayın ki, qaynaq olan elementə perpendikülər yox, paralel olmalıdır. Yəni, bu gəlib buna, bax, bu sənin həmən o sütunundur deyək ki, bu da deyək ki, həmən o sənin tirindir. Bax, bu tir, bu sütuna belə qaynaqlanmalıdır, belə yox. Belə qaynaqlanırsan, bu elementi zəiflətmiş olursun. Yəni. Amma lazımca belə, onda bunlarca bir vərəq qoyulur, vərəq belə paralel qaynaqlanır, sonra bu vərəqə 4 tərəfindən də qaynaqlana bilər. Yəni, əsas elementi, həmişə yəni bunu yadınıza saxlayın ki, qaynaq əsas elementə paralel şəkildə qaynaqlanmalıdır. İstisna hallar var mı? Heç o başqa şey. Bunu da burada demiş oldum sizə.